Hörmətli izləyicilər, bir neçə gün bundan qabaq mənə məxsus olan Dadlı Dünya Vkusный Mir qrupunda bir video paylaşım etdim. Həmən paylaşımda bir cavan oğlan, buğlu, saqqallı oğlan düşmüşdü ortaya Bakının restoranların birində qadın rəqsi, yəni göbək rəqsi adlanan bir rəqs oynayırdı. Ətrafında da ki, belə sevgi dolu, heyranlı baxışlarla olan bir qadınlar cəmləşmişdi, hansı ki onu alqışlayırdılar. Başa düşdünüz? Həmən videonu görəndə əslində məndə çox böyük bir qorxu hissi əmələ gəldi. Qorxu hissi bir üstünə gələ bizim gələcək nəsillərimizdən ötürü. Çünki bu bir faktor da bizim uşaqlarımızın tərbiyəsi ilə, böyütməsi ilə kim məşğuldur? Çox ailələrdə qadınlar. Yaxşı, əgər qadınlar bu cürnələrinə, yəni bu cürnə tendensiya belə alqışlar səpələyirlərsə, biz öz gələcək oğullarımızın taleyi üçün qorxmalıyıq ya yox? Məncə qorxmalıyıq. Bu dərd yarsın. Bu videonun altında mən çox sayılı tənqidlərlə üzbəüz gəldim. Həmin tənqidlərin də müəlliflərin çoxsu qadınlar idi. Bu biraz da mənim qorxu hissimi tam şəkildə inkişaf etdirdi, artırdı. Bilirsiniz, mən sizə deyim ki, əslində mən cinsi azlıqlara qarşı deyiləm. Çünki bu bir faktdır. İnsan yer kürəsinə gələndən, yer kürəsinin üzünə gələndən bu tendensiya var. Yəni cinsi azlıqlar həmişə olublar və olacaqlar. Hətta bu xəstəlik də deyir mən sizə deyim də. Amma mən bunun təbliğatına tam şəkildə qarşıyam. Və ona görə əgər bunu kimsə təbliğ edirsə, mən isə bunun anti-təbliğatını aparıram. Və ona görə mən sizin hamınızdan, necə deyərlər, özümə dəstək istəyirəm. Söhbət bununla tamamlanmadı. O həmən qadınlardan bir neçəsi kim ki məni lap kəskin şəkildə tənqid edirdilər, hətta keçdilər təhqirə. Bəziləri isə öz səhifələrində mənə qarşı, mənim bu qrupuma qarşı çox xoşa gəlməz məqalələr, nə bilim, çağırışlar dərc etdilər. Hətta mənim bildiyimə görə gediblər, axtarıblar, nəsə bir hacker tapıblar ki, mənim səhifələrimi, şəxsi səhifələrimi hacker hücumuna məruz qalsınlar. Hansı ki, gördüyünüz kimi nəticəsizdir. Bilirsiniz, mən bilirəm o qadınlar kimdir. Əslində, onlara, o cürnələrinə dəstək verən, özləri də o yubanın quşudur da, başa düşürsünüz. Ümumiyyətlə, bu məsələni analiz eləyəndə mən belə fikirləşirəm ki, o qadınlar var, kim ki belələrinə dəstək verir. Görünür ki, bunlar keçmişdə, o bir dənə söz var, deyir, parukan praşvas. Çox kişilərin, ərkəklərin əlinin altından, başa düşdünüz də, keçiblər və bu kişilərə qarşı bunlarda nifrət var. Bunlar bu cürünə hallar görəndə belələrinə dəstək verirlər ki, başa düşürsünüz, yəni bunların qismində, öz aləmində kişilərdən ümumiyyətlə qisas alırlar. Bu bir psixoloji, belə deyək də, bunların şikəstliyidir. Yəni, mənim fikrimcə, normal adam, yəni bu cürünə məsələyə dəstək verməz. Mən demirəm ki, bunu tənqid eləmək lazımdır. Mən demirəm ki, buna qarşı, nə bilim, söyüş söymək lazımdır. Xeyr, mən yenə də vurğuladım ki, heç cür bunlara qarşı mən deyirəm. Çünki bu bir faktı, bu reallıqdır. Amma bunun təbliğinə mən çox qarşıyam. Hətta o Qazaxstanda qəbul olunmuş qanun var, harda ki, bunun təbliğatı tam şəkildə dayandırılıb, qadağa qoyulub. Mən çox bir məmnuniyyətlə bizdə də ölkədə bu cürünə qanunu gözləyirəm. Məncə çoxlarımız mənimlə razı olar. Neysə, vallahi nə deyim, inşallah bu da bir düzələr. İnşallah bizim də ölkəmizdə bu qanun qəbul olunar. Biz isə vətəndaşlar gərək hər tərəfli çalışaq, bunu necə deyərlər, normal istiqamətlərini təbliğ eləməyə. Çünki bildiyimə görə demografiya da ölkədə biraz aşağı düşüb. Bu azlıqların təbliği bu birbaşa elə bizim demografiyamıza da qarşı zərbədir. O insanlara ki, kimlər ki mənə qarşı o cürlə anti-propaganda aparırlar, vallahi mən nə deyim, deyir, anti-reklama, toz reklama, sizin sayənizdə Dadlı Dünya Vkusный Mir qrupun
üzvləri daha da çoxaldı, daha da çox adamlar cəlb olundu. Çox güman ki, mən görürəm ki, məni dəstəkləyənlərin sayı həddindən artıq çoxdur və buradan o adamlara demək istəyirəm ki, deyir itlər hürər, karavan keçər. Digər kim ki mənə dəstək verib, sizə hamınıza dəstəyinizə görə dərin təşəkkür bildirmək istəyirəm. Bu qədər qəlbdən qəlbə.